Biz hara gəldik? Biz gəldik bazara. Bazarlıq eləmək istəyirəm. Yalçın. Çünki mən özüm eləməsəm ürəyim partlayar. Düzdür, market bazarlıqlarının yoldaşım deyil, amma belə bunları mən özüm seçməyi sevirəm. Sağ olun, hər vaxtınız xeyir olsun. Çox sağ ol, siz necəsiniz? Başda, toyaqlar da salarıq klipə, heç bir problem yox. Allah şivizi abad eləsin, Allah'ın izniyle. Ofeliya xanımın ifalarını bəyənirsiniz? Gözəl gününüz olsun. Siz görürsünüz Ofeliya xanım burada, yoxsa Akşamın televizyon bakanlarını niyə Ofeliya Şabanovaların həyat yoldaşı danışmaq istəmədi? Yalçın, o əslində kameradan qaçan adamdır. O deyil ki, Ofeliya, mən müğənni deyiləm, aktyor deyiləm, meyxanaçı deyiləm, mən efir düşüb nə edəcəm? O yazıq da qınamram. Dedim, mən nə edəcəm efirdə? Amma bir çox müğənnilərimiz var ki, həyat yoldaşını gizlədir. Səbəbi odur ki, Nəyə gizlədir ki? başqasının həyat yoldaşı. O başqasının həyatı olsun da gizlədəcəklər də. Mən halal hümbət 2 oğlumun atası mən nə gizlədim ki? Ofeliya xanımın ifalarını bəyənirsiniz? Bəli. Toyumuzda da iştirak eləyib. Elə Nə gözəl. yoldaşım da yaxşı tanıyıram əvvəldən. Azərbaycanımızın gözəl nəğmələri ilə tanınmış. Allah var. Hər zaman biz onu tanıyırıq, çox da sevirik. Çox Allah da sizdən Ən çox hansı ifasını bəyənirsiniz? Bütün ifaların canlı. Mənim öz bibimdə oxuyandı Gülistan Əliyeva. Əməkdar artistimiz, mənim bibimdir doğmasa. Eyni, gözəl səviyyəli xanım, gözəl əxlaqla, tərbiyə ilə Azərbaycanımızın xanımlarına qaynaqlanmadır. Çok güzel hanımdır, çok güzel muğam okuyor. Çok əsl var Azərbaycanlı qadını. Yalçın, bunlar mənə doğmadır. Niyə doğmadır? Mən də balaca vaxtı anamla bir yerdə balıq satdığım üçün qəşəng bacarıram bu şeyləri. O zaman əziz tamaşaçılar, o zaman bu günləri Ofeliya xanım bu günləri sizin balığınızın birini satacaq. Mən burada gərək səhər danışmaq ki, oxuyam ki, bunların hamısını satırsın. Kızı gün olmayaydı, ay ala gözüm, ala gözüm. Bir ayrılıq, bir alım, ay ala gözüm, ala gözüm. Hiçbiri olmayaydı, ay ala gözüm. Görürsən bu nə tər satılır, ay qardaş. Ofeliyanın mahnılarından kim balıq almaq istəyir? Balıq alırsan, sən mənim fanatımsan, hiss elədim mən sənə. Gözəl gözləri bax qurban. Can, öpürəm səni. Mənə bax, ata ilə, ana ilə gəlmişsən. İndi atova da gəlsin, balıq alsın. Xeyri yoxdur. Aldır. Bişir, mən də axşam gəlməyəcəm. Onda suyun içindən soyuq. Əlim donurdu, düz bir saat belə qalırdı suyun içlərim salanda. Soyuq suyun içindən. İnan ki, əlim 11 yaşım vardı, düz belə qalırdı ki, donub. Uşağa baxın, körpə uşağın əli nə olacaq? Belə qalırdım ki, sonra açılırdı birazdan. Anam da bağlıydı, belə istəyirdi açılsın. Yəni ona görə həm buradan keçəndə, həm kövrəlirəm. Bu tərəfə baxanda ki, ay yetim, ay yetim. İstəyirəm satan bir-iki. O zaman mən sənə mane olmayayım, bir dənə balıq sat. Görüm indi fərasəti bir. Kaş ki o vaxt ki fərasətim indi olaydı da. Bir balıq alanda üstündən bir mahnı bonus. Ay mənim sevgilim, ay mənim yarım, qara gözlərimin qadasına ömrümə elə bir sevgi gətirdin, mən sizin sevginizin qadasına. Qadasına ay aman. Ofeliya ümumiyyətlə özünə sual verirmi ki, tamaşaçılar mənə nəyə görə sevdilər? Tamaşaçılar məni bu cür sadə olduğum üçün sevirlər. Hərdən birdən də Ofeliya axranlardan gəzir. Yox, qardaş, mən öz millətimdən nəyə qaçım ki? Mən axranı indirəm ki, bu boyda qardaşlarım var, mən bax, bu boyda hörmət var. Mən nə indirəm axranı? Görürsən, tamaşaçılar səni sevirlər. İndi bizim əzizimiz, ay Yalçın bəy, indi deyirsiniz ki, o kommentlərə nəsə yazılır. Səncə mənim bu qədər sevilirlər, gör necə qarşılayırlar. Sizcə o sözləri tamaşaçı yazar mı? Yazmaz axı, görürəm axı. Bax,
Təbii, bax, adam üstü Allah var, girdik. Yəni, Elə belə Ofelia gəldik. Şabanova demək istəyir ki, mən kamera önündə obraz oynamıram. Nə varam, oyam. Bəli, əlbəttə ki. Qardaş, dırnaq deyən şey yoxdur. Hansı müğənni bu dəqiqə? Hamısını dırnaqlardan. Pis baxmıram, amma mənim işim gücümə sərf eləmir. Mən iş görə bilmirəm, mən rahat işimi... Salam, salam. Siz necəsiniz? Allah bazarınızı yetirsin inşallah.